Sürət qrupları həqiqətən varmı? Nəticə verirmi? Yoxsa sadəcə bu illüziyadır? Sürət qrupları haqqında bir mənalı olaraq demək olar ki, marketinqdir. Marketinqdən başqa bir şey deyil. Çünki faktiki olaraq şagirdlər və tələbələr var ki, sürət qrupuna gediblər və onlar sonra çıxandan sonra bizə onlar orada baş verən vəziyyəti danışıblar. Məsələ necədir? Deyirlər ki, hər gün bir mövzu keçirlər və bir mövzuya aid bütün suallar evə verilir. Sonda video dərs qrupa atılır və ona baxmayanlar da baxa bilərlər. Mən sual vermək istəyirəm həmin sürət qrupuna şagird qoyan valideynlərə ki, trigonometriyaya aid bir mövzuda 200-300 sual var. Ümumi trigonometriyada isə 900-dən çox sual var. Bir günə bir şagird, övladınız riyaziyyatdan ümumiyyətlə 900 sual həll edə bilərmi? İndi mən sizə sual verirəm. Sürət qrupu nə qədər realdır şagird inkişaf eləsin? Məsələn, mən belə bir halla qarşılaşıram ki, valideynlər bizə müraciət eləyir 11-ci sinif imtahanının, qəbul imtahanından 2-3 ay öncə ki, ilk imtahanda çox zəif yazıb övladım, istəyirəm ki, təcili gəlsin, sizin kursda qoşulsun, dərslərə müraciət eləsin ki, biraz yuxarı nəticə toplasın digər imtahandan. Yəni sürət qruplarına, sürət qrupları istəyir belə bir şey eşidib və eşitdiyi qədərilə də orada sürətli şəkildə mövzu keçəcəklər və şagird yaxşı nəticə əldə etmək istəyir də bunu mu istəyir? Bəli. Bu mümkün deyil. Riyaziyyat kimi fundamental elmlərdə hər hansısa bir mövzunu başa düşmədən irəliləmək mümkün deyil. Onlar iç-içə halqalar vasitəsilə bir-birlərinə bağlantılı şəkildədir. Bir mövzunu tam mənimsəmədən digər mövzuya keçmək mümkün olmadığı üçün sürət qruplarında sürətli şəkildə mövzunu bu şəkildə təkrar eləmək mümkün deyil. Bu yalnız o şagirdlər üçün keçərlidir ki, onların bazaları çox güclüdür ki, onlar da heç belə şeylərə ehtiyac duymurlar.